dinləyicilər, hörmətli müəllimlər, sevimli dostlar və dəyərli sinif yoldaşlarım. Gələcəyin İşığı FM-in növbəti canlı efirinə xoş gəlmişsiniz. Bugün çox əlamətdar bir gündür. 6 noyabr Azərbaycan televiziyası və radiosu günü. Mən məktəbimizin 10 sinif şagirdi Qəribova Yaxın. Sizi bu möhtəşəm bayram münasibəti ilə səmimi qəlbdən salamlayıram. Bugün efirdə biz səsin gücünü, sözün enerjisini, informasiyanın işığını və mənəvi birliyin rəmzini qeyd edirik. Hər bir millətin inkişafında informasiya məkanının mühüm rolu danılmazdır. Radio və televiziya sadəcə xəbərlərin yayımlandığı bir vasitə deyil, eyni zamanda milli kimliyimizi qoruyan, cəmiyyətin düşüncəsini formalaşdıran, maarifləşdirən və insanları bir amal ətrafında birləşdirən ən güclü media platformalardır. Tarixi bir anlıq nəzər salaq. Diqqət, diqqət, danışın başı. Bu sözlər 1926-cı ilin 6 noyabr səhərində Azərbaycanın informasiya tarixində yeni bir səhifə açdı. Məhz həmin gün ilk dəfə milli radiomuz efirə çıxdı. 99 il bundan öncə danışan qutu adlandırılan bu texnoloji yenilik insan həyatına, düşüncəsinə, dünya görüşünə dərin təsir göstərdi. Sanki bəşəriyyət yeni bir dövrə qədəm qoydu. Əlaqənin, ünsiyyətin, maarifin və mədəni inteqrasiyanın dövrü. O illərdə radionun səsi yalnız bir siqnal deyildi. O həm də xalqın səsi, ümidin səsi idi. Radio insanları birləşdirir, vətən sevgisini, milli dəyərləri, elmi və mədəni bilikləri hər bir evə, hər bir könlə çatdırırdı. Bu səbəbdən də 6 noyabr tarixi sonradan rəsmi şəkildə Azərbaycan radio və televiziya işçilərinin peşə bayramı kimi qeyd olunmağa başladı. Azərbaycan radiosunun keçdiyi yol təkamül və zəhmət yoludur. Bu 99 il ərzində radio sadəcə texnoloji vasitə kimi deyil, həm də mənəvi dəyər kimi inkişaf edir. Ölkəmizin ən çətin və qürurlu anlarında, müharibə illərində, müstəqillik dövründə, böyük qələbə günlərində radio hər zaman xalqın yanında olur. Bəzən bir cümləlik xəbər, bəzən bir mahnı, bəzən bir çağırış milyonlarla insanın qəlbində ümid ocağı yaradır. Əziz dinləyicilər, Azərbaycan radiosu təkcə informasiya vasitəsi deyil, həm də xalq yaddaşının canlı daşıyıcısıdır. Azərbaycan, səni ürəkdə yaşadan səs ifadəsi bugün də öz aktuallığını qoruyur. Radioda səslənən hər bir söz, hər bir musiqi, hər bir reportaj bizim mənəvi sərvətimizdir. Bugün ölkəmizin bütün bölgələrində, məktəblərində, universitetlərində radio və televiziya mədəniyyəti sürətlə inkişaf edir. Artıq hər bir təhsil müəssisəsində yaradıcı ideyaların, gənclərin səsinin eşidildiyi radio qovşaqları fəaliyyət göstərir. Və indi gəlin, bu efirdə diqqətimizi biraz da yaxın mühitdə öz radiomuza yönəldək. 2 il əvvəl 16 oktyabr 2023-cü il tarixində Gələcəyin İşığı FM fəaliyyətə başladı. Həmin gün bizim üçün sadəcə bir başlanğıc deyildi. Bu, məktəb həyatında yeni bir mərhələ, yaradıcılıq və təhsil baxımından yeni bir inqilab idi. Radiomuzun efirində ilk dəfə səsi eşidilən şəxs məzunumuz Azərin Şəfəqətzadə idi. O an təkcə bir verilişin yox, bütöv bir mədəniyyətin əsası qoyuldu. Azərin səsi ilə məktəbimizdə yeni bir ideya doğuldu. Şagirdin səsi də dəyərli, fikri də önəmlidir. Gələcəyin İşığı FM o gündən etibarən məktəbimizin söz, fikir və yaradıcılıq mərkəzinə çevrildi. Bu radio hər bir şagirdin bacarığını üzə çıxaran, nitq mədəniyyətini formalaşdıran, vətənpərvərlik və milli düşüncə dəyərlərini təbliğ edən, həmçinin kollektiv birliyimizi gücləndirən canlı bir təhsil platformasıdır. Radiomuzun təşəbbüskarı və ideya müəllifi məktəbimizin direktoru Ramiz Novruzoğlu Ramazanovdur. Onun yenilikçi yanaşması, təhsil sahəsində müasir trendlərə uyğun idarə etmə bacarığı və pedaqoji prinsipiallığı sayəsində bu layihə qısa zamanda həm məktəb daxilində, həm də regionda geniş tanınır. Lənkəran Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə Gələcəyin İşığı FM təkcə bir məktəb radiosu deyil, həm də regionda yaradıcı gəncliyin platformasına çevrilir. Bugün radiomuzun hər bir efiri istər tarixi mövzular, istər ədəbi bədii proqramlar, istərsə də aktual sosial məsələlər olsun. Gənclərin düşüncəsini formalaşdıran, dil və
linqvistik bacarıqlarını inkişaf etdirən mühüm vasitədir. Bizim üçün hər bir efir bir məktəbdir. Səslə öyrənilən, düşüncə ilə dəyərlənən bir məktəb. Əziz dostlar, bugünkü efirimizdə səsimizi bir qədər uzaqlara, ölkəmizin qərb bölgəsinə yönəldəcəyik. Bu dəfə Qazax Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb lisey haqqında danışacağıq. 1958-ci ildə fəaliyyət göstərən bu məktəb Şəmkir şəhərinin mərkəzində yerləşir. Vaxtilə binanın fiziki vəziyyəti müasir tələblərə cavab vermədiyindən ölkə rəhbərliyinin xüsusi diqqət nəticəsində yeni, müasir və tam təchizatlı bina inşa edilir. 2023-cü ilin avqust ayında Prezident İlham Əliyevin Şəmkirə səfəri zamanı bu təhsil ocağının yeni binasının açılışı baş tutub. Bu məktəb lisey bugün Şəmkirin təhsil tarixində öz izini qoyan, yüzlərlə gəncin gələcəyinə nur saçan bir elm mərkəzidir. Burada 1900 nəfər şagird təhsil alır. Məktəbin direktoru Bayram Əmiraslanov uzun illərini elmə və gənclərin inkişafına həsr etmiş təcrübəli təhsil mütəxəssisidir. O, müəllimlik fəaliyyətinə böyük məsuliyyətlə yanaşaraq öz üzərində daim işləyib, yeni təlim metodlarını mənimsəyib, yerli və beynəlxalq təhsil təcrübələrini uğurla tətbiq edir. Bayram müəllimin rəhbərliyi ilə məktəbdə tədris prosesi müasir tələblərə uyğunlaşdırılır. Fənlərarası inteqrasiya genişlənir. Şagirdlərin olimpiadalarda və müsabiqələrdə iştirakı xeyli artır. Ən önəmlisi isə Bayram müəllimin təşəbbüsü ilə məktəbdə innovativ bir layihə Füzuli FM məktəb radiosu yaradılır. Bu radio eyni bizim Gələcəyin İşığı FM kimi şagirdlərin potensialını üzə çıxarmaq, onların nitq və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək məqsədi ilə fəaliyyət göstərir. Füzuli FM-in əsası 2 il əvvəl, elə bugün 6 noyabr tarixində qoyulub. Layihənin ideya müəllifi, məktəbin kitabxanaçısı və rəqəmsal bacarıqlar layihəsinin inzibatçısı Aynur Axundovadır. Bu təşəbbüs sayəsində məktəbdə səsin və sözün gücü ilə tədrisə yeni nəfəs gəlir. Radio hər gün böyük tənəffüs zamanı 6-7 dəqiqə ərzində yayımlanır. Verilişlərdə məktəb xəbərləri, müəllim və şagirdlərin müsahibələri, fən olimpiadaları, təbriklər, şeirlər və maraqlı məlumatlar səsləndirilir. Aparıcılıq isə elə məktəbin şagirdlərinə həvalə olunur. Yəni, bu radio həm öyrədir, həm də öyrənməyi sevdirir. Bu, əslində, müasir təhsilin əsas məqsədinə xidmət edən bir modeldir. Şagirdin fəallığını artırmaq, öz səsini eşitdirmək və fərdi inkişafına şərait yaratmaq. Füzuli FM bu baxımdan məktəb radiosu mədəniyyətinin ölkəmizdə formalaşmasına dəyərli töhfə verir. Biz Yuxarı Nüvədikən Tam Orta Məktəbinin kollektivi olaraq Milli Radio Günü münasibəti ilə bütün həmkarlarımızı, xüsusən də Şəmkir şəhəri Məhəmməd Füzuli adına məktəb liseyin radio ailəsini ürəkdən təbrik edirik. Başda direktor Bayram Əmiraslanov olmaqla bu işdə əməyi keçən hər bir müəllimə, şagirdə, texniki heyətə ən xoş arzularımızı çatdırırıq. Arzu edirik ki, Füzuli FM-də gələcəyin İşığı FM kimi daim işıqlı olsun. Gənclərin səsini gələcəyə daşısın. Əziz dinləyicilər, səs bəzən bir fikirdən, bir baxışdan, bir duyğudan daha güclüdür. Radio o səsi daşıyan, onu milyonlarla ürəyə aparan bir vasitədir. Azərbaycan radiosunun 99 illik tarixi sübut edir ki, səsin gücü ilə xalqı maarifləndirmək, birləşdirmək və irəli aparmaq mümkündür. Bugün Gələcəyin İşığı FM-də həmin dəyərlərin daşıyıcısıdır. Biz səsimizi bilik, vətən sevgisi və ümidlə birləşdiririk. Hörmətli müəllimlərimizə, dəyərli şagird yoldaşlarımıza və bütün radio sevərlərə təşəkkürümü bildirirəm. Əminəm ki, hər birimiz öz sahəmizdə bu səsin işığını daha da uzaqlara yayacağıq. Mən idim məktəbimizin 16 sinif şagirdi Qəribova Yaxınov. Gələcəyin İşığı FM-də bugün bir daha səsləndirdik. Səs gələcəyin işığıdır. Sağ olun, sağlam qalın. Səsiniz heç zaman susmasın. Bizi dinləyin. Səsimiz hələ çox uzaqlardan eşidiləcək.